hamamı, sana benzer Rayhan'ı. Axşamınız xeyir, xəbərçinin əsas buraxılışı efirdədir, günün baş xəbərləri. Koalisiya qüvvələrinin İraqda hərbi əməliyyatları gözlənilən sürətlə getmir. Amerika Senatı koalisiyanı dəstəkləyən dövlətlərlə birlikdə Azərbaycana da minnətdarlığını bildirib. Prezident Heydər Əliyev Azərbaycanlıları 31 mart soyqırımını unutmamağa çağırıb. Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədri Abid Şərifov təbii fəlakətin aradan qaldırılması üçün kifayət qədər texnika və vəsait olduğunu əmin edir. Müsavat və onunla müttəfiq olan 5 partiyanın 2003-cü ilin prezident seçkilərində namizədi müəyyənləşib. İndi isə təfərrüatı ilə Ermənistanla Azərbaycan arasında elan olunmamış müharibə davam edir. Cəbhədə ölən və yaralanan yoxdur. Koalisiya qüvvələrinin İraqda hərbi əməliyyatları planlaşdırılmış sürətlə getmir. Günün xronikasını təqdim edirik. Günün ən ağır hadisəsi Amerika Birləşmiş Ştatları silahlı qüvvələrinin Bağdadın mərkəzini raket atəşinə tutması olub. Nəticədə 50-dən çox adam ölüb. Ümumiyyətlə gün ərzində Bağdada itkilərin 63 nəfərə çatdığı bildirilir. Bağdaddakı İnformasiya Nazirliyi də bugün dağıdılıb. Amerika hərbi qüvvələrinin Qətərdəki qərargahından verilən xəbərdə İnformasiya Nazirliyinə Tomaqaf tipli raket atıldığı təsdiq edilib. Amerika tərəfi İraq Prezident Qvardiyasına Apache tipli 30 vertolyotla hücum etdiyini də təsdiqləyir. İraq tərəfinin güya 50-yə yaxın hərbiçi itirdiyi və 25 maşınının sıradan çıxdığı xəbər verilir. Nəcəf şəhərində kamikadzenin özünü və 5 Amerikalı əskəri məhv etməsi də müharibə gününün maraqlı xəbərlərindəndir. İnsident qurbanların Amerika Birləşmiş Ştatları ordusunun 3-cü piyada diviziyasının 1-ci briqadasının əskərləri olduğu xəbər verilir. Bir Britaniyalı hərbiçinin itkin düşdüyü 4 nəfərin yaralandığı deyilir. İraq generalı Həzəm Ər-Ruhni ötən gün ərzində Amerika Birləşmiş Ştatları və Britaniya qüvvələrinə məxsus 5 pilotlu, 6 pilotsuz təyyarə və 4 vertolyotun məhv edildiyini bildirib. İraq ölkənin cənubu və şimalında da şiddətli müqavimət göstərib. Associated Press agentliyinin yaydığı məlumata görə koalisiya qüvvələrinin hərbi əməliyyatları planlaşdırıldığı kimi sürətlə getmir. Suriya radiosunun isə Saddam Hüseynin Əl-Mənsur adlı şəxsi gəmisinin ardıcıl atılan raket zərbələrindən sonra dağıldığını bildirib. İraqın Ərzaq Sənayesi Nazirinin müavini Həmzə Əl-Arca bəyan edib ki, Bəsrə şəhərində yerləşən və ölkənin ən iri ərzaq anbarlarından biri darmadağın edilib. 700 ton ərzaq məhv olub. İndi Bəsrəlilər aclıq təhlükəsi ilə üz-üzədir. Zahir Həsənov, Azər Məmmədov, ANS. Amerika komandanlığı qüvvələrin şimal istiqamətində hərəkətinə 4 gündən 6 günə kimi fasilə etmək əmrini verib. Amerika zabitlərinin dediyinə görə hücum maddi texniki təchizatla bağlı bəzi problemlər həll olunana kimi təxirə salınır. Fasilə təyyarələrin uçuşuna şamil edilmir. Amerika Senatı Azərbaycana və koalisiyanı dəstəkləyən digər dövlətlərə minnətdarlığını bildirib. Azərtacın yaydığı məlumata görə Senat bu barədə xüsusi qətnamə qəbul edib. Qətnamədə 33 dövlətin adı var. Qətnamədən aydın olur ki, Azərbaycan müharibədən sonraki İraqın yenidən qurulmasında yaxında iştirak edəcək. Koalisiya qüvvələrinin İraqa hücumuna etiraz olaraq Livanın paytaxtı Beyrutda Britaniya bankının partlayıcı ilə hədələyən 40 yaşlı Samir Berro sonradan polisə təslim olub. Samir Berro Livanın Daxili İşlər Naziri Elias Murla danışıqlardan sonra ona qoşularaq binanı tərk edib. Türkiyə isə Yunanistandan martın 29-una keçən gecə İstanbuldan Ankaraya uçan təyyarəni qaçırmış Ozgur Gənc Aslanı tələb edir. Təfərrüatı ilə. Türkiyə Hava Yollarına məxsus A310 tipli təyyarənin 204 sərnişini artıq Türkiyədədir və onlar özlərini yaxşı hiss edir. Xatırladaq ki, martın 28-dən 29-una keçən gecə 22 yaşlı Türkiyə vətəndaşı Özgür Gənc Aslan göyərtəsində 204 sərnişin olan Türkiyə Hava Yollarına məxsus Aerobus A310 tipli sərnişin təyyarəsini qaçırmışdı. İstanbul-Ankara marşrutu ilə uçan təyyarənin göyərtəsində Türkiyə parlamentinin 3 deputatı, keçmiş İqtisadiyyat naziri və bir çox iş adamı da bir neçə saat girov vəziyyətində olub. Hadisə Türkiyə səmasında baş verib. İstanbul Atatürk Hava Limanından qalxandan 25 dəqiqə sonra Özgür Gənc Aslanın üstündə partlayıcı maddənin olduğunu bildirib və pilotu istiqaməti dəyişməyə məcbur edib. Əvvəlcə təyyarə İzmir istiqamətində uçsa da yanacağın tükənmə təhlükəsi onu Yunanistana, Afina Hava Limanına enməyə məcbur edib.
Lanyer səmtinə Yunanistan hərbi hava qüvvələri 2 ədəd F-16 tipli qırıcı təyyarə qaldırıb. Qırıcılar təyyarə ilə birgə Afinanın Klefteris Venizelos aeroportuna inib. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Özgür Gəncəslanla danışıqlara başlayıb. 22 yaşlı Türkiyə vətəndaşı dərhal hadisə yerinə CNN kanalının müxbirlərinə dəvət olunmasını və Türkiyəyə qayıtmasını tələb edib. Danışıqlar 5 saat çəkib. Əvvəlcə 8 ekipaj üzvü və 196 sərnişin azadlığa buraxılıb. Gəncəslan özü isə hüquq mühafizə orqanlarına könüllü təslim olub. Yunan polisinin verdiyi məlumata görə 22 yaşlı Özgür Airbus A310 tipli layeri Almaniyaya atası ilə görüşmək üçün qaçırıbmış. O təyyarənin göyərtisinə əlində şam toplusu ilə daxil olub və şamları dinamit kimi təqdim edib. Qeyd edək ki, ilkin ehtimallara görə Gəncəslan ruhi xəstədir. Onun Türkiyəyə ekstradisiya olunacağı və Yunan məhkəməsi qarşısında duracağı isə məlum deyil. Fidan Quliyeva, ANS. 31 mart Azərbaycanlıların soyqırımı günü münasibətilə Prezident Heydər Əliyev xalqa müraciət edib. Prezident müraciətində bəyan edib ki, erməni şovinist millətçilərinin Azərbaycanlılara qarşı soyqırım siyasətinin 200 ildən artıq tarixi var və bu mənfur siyasətin qayəsi Azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə müfiq böyük Ermənistan dövləti yaratmaq olub. Müraciətdə Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra tarixi Azərbaycan torpaqlarında ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, 1905 və 1918-ci illərdə erməni daşnaqlarının Azərbaycanlılara qarşı törətdiyi qırğınlar, 20-ci illərdə Zəngəzurun ermənilərə verilməsi, Qarabağ ərazisində erməni muxtariyyatının yaradılması, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistandan deportasiyası vahid strateji planın tərkib hissəsi tək xarakterizə edilir. Prezident müraciətində 80-ci illərdə SSR rəhbərliyinin təhriki ilə Ermənistanın Azərbaycana milli ərazi iddiaları, 20 miqyaslı müharibə, 20% Azərbaycan torpaqlarının erməni hərbi birləşmələri tərəfindən qəsb edilməsi, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnməsi barədə də xatırlatma verib. 1992-ci ilin fevralında törədilmiş Xocalı faciəsi isə insanlığa qarşı çevrilmiş öz qəddarlığına və amansızlığına görə misli görünməmiş genosid aktı kimi tarixdə qalacaq. Dövlət başçısı minlərlə maddi və mənəvi mədəniyyət abidələrinin vandallıqla dağıdıldığını da xatırladıb. Müraciət belə bitir. Xalqımıza qarşı törədilmiş soyqırım haqqında həqiqətləri, real faktları dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi siyasi qiymət verdirmək nə qədər çətin olsa da şərəfli və müqəddəs bir iş kimi bugün və gələcəkdə də davam etdirmək soyqırımın qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur. Fidan Quliyeva, ANS. Aşqabadda İran və Türkmənistan Xəzərin statusunun müəyyən olunmasıyla bağlı qərar qəbul edib. Qərarda BMT-nin dəniz hüququ üzrə konvensiyası və digər beynəlxalq prinsiplər gözlənir. İran və Türkmənistan Xəzərin hüquqi statusunun 5 tərəfli razılıq əsasında həllinin tərəfdarı kimi qalmaqla dənizin cənub hissəsində orta xəttin müəyyənləşdirilməsi prosesinin sürətləndirilməsi və sərhəddəki karbohidrogen ehtiyatların birgə işlənməsində əməkdaşlığı gücləndirmək qərarına gəliblər. Martın 28-də Aşqabadda Xəzərin hüquqi statusu ilə bağlı iki ölkə ekspertlərin apardığı məsləhətləşmələrin ilk raundunda belə qərara gəlinib. Görüşün nəticələri ilə bağlı Türkmənistan hökumətinin yaydığı məlumatda bildirilir ki, məsləhətləşmələr qarşılıqlı anlaşma şəraitində keçir və tərəflər arasında orta xəttin tapılmasında əsas şərt kimi BMT-nin dəniz hüququ üzrə konvensiyasına, eləcə də digər beynəlxalq norma və prinsiplərə əsaslanmaq irəli sürülüb. Məlumatda o da bildirilir ki, İran və Türkmənistan dənizin bölünməsində bir çox məsələlərdə vahid mövqedən çıxış edirlər və statusun müəyyən olunmasında yalnız 5 tərəfli razılığı tanıyacaqlar. Bu zaman ilk növbədə ədalət prinsipindən çıxış edərək hər bir ölkənin suverenliyinə hörmət olunmalıdır. Sərhədlərin delimitasiyası imkan verəcək ki, hər iki ölkənin ərazisində yerləşən yataqlarda kəşfiyyat işlərinə başlansın. Tərəflər dənizin 35-40 mil hüdudlarında milli və iqtisadi zonaların müəyyən olunmasında mövqelərinin uyğun gəldiyini də bəyan ediblər. Türkmənistan hökumətindən verilən xəbərə görə danışıqların növbəti mərhələsi yaxın vaxtlarda Tehranda keçiriləcək. Prezident aparatının sektor müdiri Rüstəm Məmmədovun sözlərinə görə tərəflərin məsləhətləşmələrin gedişini gizli saxlamağa üstünlük verirlər. Yayılan məlumatlarda isə elə də ciddi qərarların qəbul olunmadığı, sadəcə müzakirələrin istiqamətlərinin müəyyənləşdiyi aydın olur. Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəy Gülsüzzadə isə bildirdi ki, Xəzərin cənubunda kəşfiyyat qazma işləri aparmaq üçün İranın qazma qurğusu yoxdur. Qeyd edək ki, hələ ötən ilin oktyabrında İran-Azərbaycan hökumətləri arası komissiyasının iclasında İran tərəfi istiqlal qazma qurğusunun müəyyən müddətə onların istifadəsinə verilməsinə müraciət etsə də, Azərbaycan buna razılıq verməmişdi. Anar Cəbraylı, ANS. Biləsuvarın Çadır şəhərciyində güclü qar yağması nəticəsində 30-a qədər daxma uçub. Çadır şəhərciyinə verilən elektrik enerjisi kəsilib.
Hündürlüyü 25-30 santimetrə çatan qar örtüyü Bilasovardakı çadır şəhərciyində olçadək daxma uçması və bir neçəsinin qəza vəziyyətinə düşməsi ilə nəticələnib. Yağıntı dayansa da gecə saatlarında hava soyuq və şaxtalı keçib. Şaxtadan daxmaların damında buz salxımları əmələ gəlib. Suların donduğundan düşərgələrdə içməli su problemi yaranıb. Qəflətən havaların soyuması daxmaların qızdırılmasına da problem yaradıb. Çünki məcburi köçkünlərin sözlərinə görə mart ayı üçün onlara ağ neftin verilməsi nəzərdə tutulmayıbmış. Daxmaları qəza vəziyyətində olan köçkünlər isə qorxu içərisində yaşayır. Baba Allah haqqı tapıldır. Deyirəm qonşu tutu tapıldı nədir? Qorxu içində uçub töküləcək. Bax o da dul qadındır neçə dəfə də onu küçüb. Köçkünlərin dediyinə görə düşərgələrdə elektrik enerjisinin verilməsinə də problem yaranıb. Gözlənilən sel təhlükəsinin qarşısının alınması məqsədi ilə isə Bilasovar və Əmişli rayonlarından gələn 3 yanğın söndürən maşın qar sularını gün ərzində kənara vurub. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Bilasovar və Cabral rayonlarının icra başçıları da çadır şəhərciklərinə gəlib. Onlar elə bugün Respublika Prezidentinin göstərişinə əsasən məcburi köçkünlərə 50 ton ağ neft gətiriləcəyini bəyan ediblər. Uçan daxmaların bərpası üçün isə bütün imkanlar səfərbər olunub və məcburi köçkünlərə ərzaq paylanılıb. Ələddin Əzimov, İlqar Mustafayev, ANS Bilasovar. Yevlax şəhərində sel basıb, təbii fəlakət şəhərdə dağıntılara səbəb olub. Güclü yağışlardan sonra Yevlax şəhərində və onun ətrafında sel sularının səviyyəsi 1 metrədək qalxıb. Nəticədə Rayon Fövqəladə Hallar Komissiyasının sədri Cümşüd Mikayılovun verdiyi məlumata görə 74 ictimai binanın birinci mərtəbəsi və zirzəmisi su ilə dolub. Məcburi köçkünlərin məskunlaşdığı şəhər ətrafındakı ərazidə 2 ev uçub, 8-i isə qəza vəziyyətinə düşüb. Rayonun Kövər kəndində də 2 evin uçmaq təhlükəsi yaranıb. Elektrik xətlərinin su altda qalması isə rayonu elektrik enerjisi ilə təchiz edən stansiyada qəzaya səbəb olub. Yağış suyunu və kanalizasiyaların suyunu çıxardan kalın bir kollektor üzərində qurulmuş nasos stansiyasındakı elektrik xətti dayandı, avariya vəziyyət yarandığına görə şəhərin suyun çıxarılması mümkün olmadı. Yalnız dəmir yolundan elektrik enerjisi alınandan sonra martın 28-də axşam saatlarında nasos stansiyasının fəaliyyəti bərpa edilib və suyun səviyyəsi tədricən aşağı düşüb. Bugün isə Yevlax Fövqəladə Hallar Komissiyasının sədri Cümşüd Mikayılovun sözlərinə görə təbii fəlakətin nəticələri qismən aradan qaldırılıb, evləri yararsız hala düşən sakinlər yaşayış yeri ilə təmin olunub. Mətanət Əlverdiyeva, Vəfa İbrahimova, Zahir Naibov, ANS Yevlax. Ən gərgin vəziyyət isə Beyləqandadır. Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədri Abid Şərifovun sözlərinə görə komissiya əməkdaşları artıq təbii fəlakət rayonlarına izam olunub. Fövqəladə Hallar üzrə Dövlət Komissiyası Su Meliorasiya Komitəsi və yol şirkətlərinin köməkliyi ilə Yevlax rayonunda sel suyunun yaratdığı qəza vəziyyətinin aradan qaldırılması üçün rayona 10 ədəd texnika göndərib. Komissiyanın sədri Baş nazirin müavini Abid Şərifov bildirdi ki, komissiyanın üzvləri bir neçə rayonda normadan artıq yağan yağışın yaratdığı problemlərlə bağlı rayonlara ezam edilib. Beyləqanda vəziyyət gərgindir, orada bir neçə dam uçub, elektrik xətlərində problem var, təchizat ilə, rabitədə problem var. Ancaq dünən də, bugün də işləyirlər, elə bilirəm ki, və yəqin ki, biz sabah lazım olan materiallar yollayasıyıq ki, yəni kimin evinə bir ziyan dəyibsə, damına, pəncərəsinə, lazım olan materialını təchiz edəsin. Abid Şərifov dedi ki, fövqəladə halların qarşısını almaq üçün yaxın günlərdə ölkəyə 100-ədək texnika gətiriləcək. Bunu biləsiniz ki, bizdə lazımlı qədər texnika var və alasıyıq bu yaxın günlərdə. Yəni, haradasa büdcədə 20 milyard manat nəzərdə tutulub. Biz lazımı qədər, yəni elə bilirəm ki, may ayının ortalarına qədər lazımı qədər ekskavator, buldozer, nasos, lazımlı texnikanı alasıyıq ki, bu fövqəladə məsələlərin qarşısını almağa kömək olur. Texniki avadanlıqlar və maşınları almaq üçün Abid Şərifov tender elan olunduğunu bildirdi. Qeyd edək ki, tenderə yaxın günlərdə yekun vurulacaq. Esmira Namik qızı Emil Babaxanov, ANS. Qeyd edək ki, Abid Şərifov ANS-ə müsahibəni təmiri başa çatmaqda olan Filarmoniyanın həyətində verib. Prezident Heydər Əliyev isə Filarmoniya təmir barpa işlərinin vəziyyətilə tanış olmaq üçün baş çəkib. Filarmoniyanın bu cür təmiri xalqımıza, cəmiyyətimizə və incəsənət xadimlərimizə böyük töhfəmizdir. Dövlət Filarmoniyasında aparılan inşa işlərlə maraqlanan ölkə prezidenti Heydər Əliyev inşaatçıların əməyinə belə qiymət verdi. Filarmoniyanın zalı, vestibülü, amfiteatr ilə yanaşı zirzəmdəki istilik qovşağı ilə də maraqlanan ölkə başçısı az müddət ərzində aparılan və artıq başa çatmaqda olan təmir bərpa işlərindən razı qaldığını nümayiş etdirdi. Bütün burada inşaatçılar yaxşı işləyiblər. Təbiidir ki, bu qısa vaxtda bunu etmək çox çətin idi. Ancaq belədir, mən
işçilərim bəli olaraq qəti göstəriş verəndə onu nə olur olsun yerinə yetirirlər. İndi də filarmoniya heç vaxt belə olmamışdır. Heydər Əliyev filarmoniyanın əvvəlki dövrlərini yada saldı və dedi ki, hətta 40-cı illərdə belə filarmoniya bu dərəcədə yaraşıqlı olmayıb. Ölkə başçısı quraşdırılmış müasir avadanlıqlardan razı qaldığını da bildirdi. Amma indi gözəl, müasir avadanlıqlarla təchiz olunmuş və bütün şərait burada var filarmoniyanın fəaliyyətiniz üçün. Qeyd edək ki, ölkə prezidentinin sərəncamına görə bina aprelin 30-una təhvil verilməlidir. Almış devirdə mən deyirdim aprelin 20-sinə, sən deyirsin 30-una. Çalışarıq 20-sinə gəlir. Bax kimi, yaxşı. Sərəncamla ayın 30-udur. Yox, 30-una da onda 30-una olsun. Doğrudan o tarafa bir şey qalmamalıdır. Filarmoniyada ilk konsertin vaxtı da müəyyənləşdirilib. Cənab Prezident, mayın 9-da burada konsert olasıdır. Saat Mayın 9-da yox, Rastropoviç gəlir. 8-də. 8-də. Mən də Rastropoviçlə danışırdım. Bəli. O ayın 7-sində bura gələcək. 8-də konsert. Amma o konsertə qədər burada gələk bu filarmoniyanın təntənəli açılışını edək. Qeyd edək ki, filarmoniyanın bərpası üçün dövlət büdcəsindən 100 milyard manata yaxın vəsait xərclənib. Baş nazirin müavini Abid Şərifov dedi ki, yalnız kondisioner sisteminin quraşdırılması və fasadın təmiri başa çatdırılmayıb. Yaxın günlərdə isə İtaliyadan 520 yerlik kresllar gətiriləcək. Mədəniyyət naziri Polad Bülbüloğlu isə vaxt azlığına baxmayaraq, qoyulan müddət ərzində binanın təhvil veriləcəyinə əmindir. Yuxusuz gecələr, əsəblər. Ya bu hələ iş çoxdur, hələ bunu qurtarmır. Biz hələ burada hələ kifayət qədər iş qalıb. Bunu bir ayda çatdırmaq çox çətindir, amma çatdıracağıq. Görülən işin səmərəli başa çatdırılması üçün isə rəsmilər hava şəraitinin yaxşı keçəcəyinə də ümid edirlər. Esmira Namik qızı Emil Babaxanov, Aynız. Şəki-Balakən zonasında fermerlərə kreditlər paylanır. Ümumilikdə bu zonada 500 nəfər torpaq mülkiyyətçisi kredit almalıdır. Şəki Regional Məsləhət Mərkəzi xətti ilə Şəki və Oğuz rayonlarındakı torpaq mülkiyyətçilərindən 340 nəfərinə kiçik həcmli azmüddətli kreditlər verildi. Oğuz rayonunda 160 nəfər torpaq mülkiyyətçisinə, bugün isə, yəni martın 29-unda isə Şəki rayonunda 180 nəfər torpaq mülkiyyətçisinə və sabah isə Qax, Balakən və Zaqatala rayonunda kreditin verilməsi mərhələsinə başlayacaq. İlkin olaraq 10-20 torpaq mülkiyyətçisinin birləşməsindən ibarət borclananlar qrupuna güzəştli kredit verilib. Bir müddətdən sonra həmin qruplar üzərində kreditlər ittifaqı yaranacaq. Kənd təsərrüfatının ayrı-ayrı sahələri ilə məşğul olan sahibkarlar isə öz biznes planları ilə bu quruma müraciət edərək kredit alacaq. Cənab Şükürovun sözlərinə görə, burada əsas məqsəd layihə çərçivəsində daimi fəaliyyət göstərən möhkəm əsaslar üzərində kənd bank sisteminin yaradılmasıdır. Layihənin 9 ay müddətinə başa çatdırılması nəzərdə tutulub. Xatir Əkbərova, Vasif Lətifov, ANS, Şəki. Qazdan istifadəyə görə borcu olan rayonlara mavi yanacaq məhdudiyyətlərlə veriləcək. Azərqaz Səhmdar Cəmiyyətinin prezidenti Əlixan Məlikov bəzi rayon rəhbərlərini qaz kəmərlərindən qanunsuz qaz xətti çəkən ayrı-ayrı şəxslərə himayə durmaqda ittiham edib. Rusiyanın İTERA şirkətindən alınacaq 1,5 milyard kubmetr əlavə qazın Azərbaycana nəqli ilə bağlı detallar razılaşdırılır. İndi həmin qazın aylar üzrə bölgüsü razılaşdırılır. Yəni burada Azərenerjinin tələbatı əsas götürülür. Çünki bu bağlanmış əlavə kontraktı 1,5 milyard kubmetr qazın 1 aprel tarixindən verilməsi əsas tələbatçı Azərenerjidir və ona uyğun olaraq biz aylar üzrə bölgünü hazırlamışıq. Alınacaq qazın haqqının 50%-ni dövlət neft şirkəti ödəyəcək. Yerdə qalan məbləğin əvəzində isə İTERA-ya avadanlıqların verilməsi nəzərdə tutulub. Hazırda İqtisadi İnkişaf Nazirliyi ilə şirkət arasında avadanlıqların siyahısı, sayı və qiyməti ilə bağlı dəqiqləşdirmə işləri aparılır. Əlixan Məlikov ölkədə qaz təchizatı ilə bağlı problem olması da Respublika üzrə qazın istifadəsinə görə pul ödənişinin cəmi 45-50% olduğunu bildirdi. Onun sözlərinə görə bəzi istixanalarda hələ də istifadə etdikləri qaza görə abuna haqqı ödənilmir. Azərqaz isə bu məsələnin öhdəsindən təklifdə gələ bilmir. Haradasa bəzi qəsəbələrdəki istixanaların sayı azdır, tək-təkdir. Həmin istixanaları qazını biz bağlaya bilirik, kəsə bilirik. Ancaq kütləvi şəkildə olan, yəni əhalinin haradasa 30-40% ki,
istifadə edən istixanalar var. Burada qətiyyən mübarizə aparmaq çox çətindir. Azəriqazın prezidenti bildirdi ki, ödənişi 10%-dək yerinə yetirən rayonların qaz təchizatı məhdudlaşdırılıb. Əlixan Məlikov bəzi rayonların icra strukturlarının magistral qaz kəmərlərindən qanunsuz qaz çəkən vətəndaşlara əlverişli şərait yaratdıqlarını dedi və qeyd etdi ki, həmin rayonların rəhbərlərinə edilən xəbərdarlıqlar nəticə vermədiyi üçün Azəriqaz bu məsələ ilə bağlı yaxın günlərdə yuxarı orqanlara müraciət edəcək. Esmira Namiq qızı Emil Babaxanov, Aynız. Müsavat və onunla müttəfiq olan 5 partiya isə Mərkəzi Seçki Komissiyasına müraciət edəcək. Onlar bundan ötürü prezident seçkisi kampanyasının rəsmən elan edilməsini gözləyir. 1-ci Cəm Konqresin bugünkü toplantısının kadrlarını Müsavat Partiyasının mətbuat xidmətindən almışıq. Müsavatın başqanı İsa Qəmbər, Müsavat və ona müttəfiq olan partiyaların prezident seçkisinə vahid namizədi seçildi. Demokratik Konqresin bugünkü məclisinin bugünkü toplantısında isə həmin vahid namizədin adı müəyyənləşdi və bəndəniz Demokratik Konqresin prezident seçkilərində vahid namizədi kimi dəqiqləşdirildi. Azərbaycan Xalq Cəbhəsi Partiyasının klassiklər qanadı Əhrar, Xalq Azadlıq və Xalq Demokrat partiyalarının da daxil olduğu 1-ci Dem Konqres prezident seçkisi ilində fəallıq göstərməyi planlaşdırır. Bunu müəyyən mənada start kimi də qiymətləndirmək olur. Eyni zamanda Demokratik Konqresin vahid platforma, vahid komanda və vahid namizədlə seçkilərə getmək strategiyasının gerçəkləşməsində bir mərhələ kimi də dəyərləndirmək olar. Mühüm bir mərhələ kimi. Müsavat Başqanının namizədliyi ətrafında yaradılmış seçki bloku prezident seçkisinə start kampaniyası veriləndən sonra Mərkəzi Seçki Komissiyasına müraciət edəcək. Zənura Talbova, Elxan Hüseynov, ANS. Və sonda Nazirlər Kabinetinin qərarı ilə bu gecə saat 4-də Azərbaycanda yay vaxtına keçiriləcək. Odur ki, saatlarınızın əqrəblərini 1 saat qabağa çəkməyi unutmayın. Unutmayasınız deyə bunu indi də edə bilərsiniz. Sonda qaydaq günün baş xəbərlərinə. Koalisiya qüvvələrinin İraqda hərbi əməliyyatları gözlənilən sürətlə getmir. Amerika Senatı koalisiyanı dəstəkləyən dövlətlərlə birlikdə Azərbaycana da minnətdarlığını bildirib. Prezident Heydər Əliyev Azərbaycanlıları 31 mart soyqırımını unutmamağa çağırıb. Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədri Abid Şərifov təbii fəlakətin aradan qaldırılması üçün kifayət qədər texnika və vəsait olduğunu əmin edir. Müsavat və onunla müttəfiq olan 5 partiyanın 2003-cü ilin prezident seçkilərində namizədi müəyyənləşib. Mənim çatdıracağım xəbərlər bu qədər. Qarşıda sizin Namiq Abbasovun təqdimatında İdman xəbərləri gözləyir. Xəbərçi İnanın düzün Aynız bilir. Sağ olun. Bakseldən yeniliklər. Qoymazsan da nə dinci oturaq. Telesekretar xidməti indi pulsuzdur. Necə? Çox sadəcə. 170-ə zəng et. Aktivləşdirmə və alınmış mesajları dinləmək üçün heç bir pul ödənilmir. Halal sənə. Baksel, həmişə sizinlə. Kimdən danışırsan? Heç, sekretar şamın haqqında danışıram. Salam. Dostum Qundu, dişlərini belə parıldayan bəyaz necə saxlayırsan? Colgate Herbal White'in tərkibində olan bitkilər, limon ekstraktı və başqa komponentlər dişləri ehtiyatla ağardır. Buna görə də mənim dişlərim bu qədər bəyazdır. Allah! Colgate Herbal White təbiətdən gələn diş sağlamlığı və bəyazlığı. Əfsanəvi süd vannasının bəxş elədiyi gözəlliyi əldə eləməyin indi yeni yolu var. Yeni Hacı Şakir südlü sabunları. Hind qozu südlü Hacı Şakir dərinizi bəsləyib nəmləndirərək sağlam görüntü və yumuşaqlıq bəxş eləyir. Hacı Şakir, saf və təbii gözəllik sabunu. İcazə verin özümü təqdim edeyim. Sam Samiç, əl üstü hazırlanan pelmenilər. Final çay, 100% təbii çay. Lady Spitsik'dən yeni çiçəkli bağ dezodorantı. Zərif, romantik, incə. Lady Spitsik'dən çiçəkli bağ. Möcüzəli ətrin 24 saat müdafiəsi. Axşamınız xeyir, günün son idman xəbərləri ilə studiyada Namiq Abbasovdur. Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığma komandası bugün 5-ci rəsmi oyununu keçirib. Komandamız Cardiff'in Millennium stadionunda US millilərlə qarşılaşıb. İlk dəqiqədə oyuncularımızın ötürmə səhvi qolla nəticələndi. Hesab US komandasının xeyrinə olduqdan sonra Azərbaycan vəziyyəti öz xeyrinə dəyişmək istəsə də heç nə alınmadı. 40 dəqiqə ərzində oyuna nəzarət edən US ikinci qolu vura bildi. Müdafiəçi Speed Həsənzadənin səhvindən əla istifadə etdi. Birinci taymun başa çatmasına 1 dəqiqə qalmış, Hartın topu əla qəbul edərək qüvvətli zərbə ilə qonaqları 3-cü dəfə məyus etdi. İkinci hissədə oyunun tərzi çox dəyişmədi. Ryan Giggs 52-ci dəqiqədə hesabı komandanı təmin edən dərəcəyə çatdırdı. 4-0'lıq nəticə ULS-ə inamlı qələbə üçün bəs etdi.
Ötən gün Olimpiya yığma komandamız barədə Uelsli həmyaşıdlarıyla görüşüb, oyun 1-0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Judo Federasiyasının təqvim planına əsasən gənclərin ölkə birinciliyi start götürüb. Məqsəd Avropa miqyası yarışda ölkəmizi təmsil edəcək ən güclü judoçuları müəyyən etməkdir. Mehdi Hüseynzadə adına stadionun idman zalında keçirilən birincilikdə qalib adı uğrunda 28 komandanı təmsil edən 237 judoçu mübarizə aparır. Ağır çəkili judoçuların yarışında Müdafiə Nazirliyi İdman Klubunun yetirmələrindən Fariz Ramizadə və Qədir Qədirov, Atilla təmsilçilərindən isə Vüqar Ağabalayev və Elxan Səfərov fərqlənib. Qeyd edək ki, bu dəvəki birincilikdə 199 judoçu oğlan yarışır. Qızların yarışında isə ən güclü 5 judoçu 38 idmançının yarışmasında məlum olub. Burada da Bakı judoçuları fərqləniblər. Gənc judoçuların beynəlxalq miqyası yarışlarında ölkəmizi təmsil edəcək yığma komandanın heyəti məhz ölkə birinciliyinin qalib və mükafatçılarından təşkil olunacaq. Bu il gənclərin Avropa birinciliyi noyabr ayı Bosniya və Hersegovinanın paytaxtı Sarayevada keçiriləcək. Azərbaycan Karate Federasiyaları Asosiasiyasının təqvim planına əsasən isə İdman Oyunları Sarayında növbəti ölkə çempionatının startı verilib. Qalib adı uğrunda 33 komandanı təmsil edən 280 karateçi mübarizə aparır. Gənc karateçilərin şəxsi kata yarışmasında qalib 7 komanda təmsilçilərinin mübarizəsində məlum olub. Bu yarışda VKF karateçisi Rüstəm Mədətov qələbə qazanıb. Böyüklərin kata yarışması isə Gəncə karateçisi Xəyal Musayevin qələbəsi ilə başa çatıb. Qızlar arasında nümunəvi çıxışları VKF təmsilçisi Səidə Bəşirova daha dəqiq yerinə yetirib. Həm karateçi kişilərin, həm də qızların komanda yarışmasında eyni mərkəzin yığmaları birinci olub. Çempionatın ilk günü həmçinin gənclər şəxsi, böyüklər isə komanda komitə yarışmasında ustalıqlarını nümayiş etdiriblər. İlin təqvim planına əsasən qarşıda usta karateçilərimizi may ayı Almaniyada keçiriləcək növbəti Avropa çempionatı gözləyir. Respublika Şahmat Mərkəzində yeniyetmələr arasında növbəti ölkə birinciliyi davam edir. 8 turnirin qalib və mükafatçıları 106 şahmatçının yarışmasında məlum olacaq. Bu dəvəki ölkə birincilikdə Respublikanın 20 şəhər və rayonunun şahmatçıları yarışır. 10 və 14 yaşlı şahmatçıların turnirində 7 tur oynanılıb. Birinci yaş qrupunda Bakılı Xatir Abdullayev mütləq nəticəli liderdir. Yardımlı şahmatçısı Bəhruz Zayevin isə aktivində 6 xal yarımı var. 14 yaşlarda oğlanlar arasında Gəncəli Nicat Ağayev, qızlarda isə Nərgiz Ümidova birinci yeri tutur. Hər iki şahmatçının aktivində 6 xal yarımı var. 12 və 16 yaşlı şahmatçı qızların yarışında 5 turdan sonra Zərdablı Arzu Abbazzadə və paytaxt şahmatçısı Afət Xudaberdiyevə liderdir. 12 yaşda olanların turnirində isə 6 turdan sonra Mingəçevirli Sənan Quliyev 5 xal yarımla birincidir. 16 yaşlarda isə 2 hakimiyyətlikdir. Bakı şahmatçıları Şəhrilə Rəhmanov və Əli Həsənov 5 xalla liderdir. Qeyd edək ki, hər yaş qrupu üzrə qaliblər Yunanistanda keçiriləcək dünya birinciliyində ikinci yeri tutacaq şahmatçılar isə Serbiya Çernogoriyada təşkil olunacaq qitə yarışmasında ölkəmizin idman şərəfini qoruyacaqlar. Bu qədər günün son idman xəbərlərlə sizi Namiq Abbasov tanış etdi. Salamat qalın. Günəş istilik sistemləri dünyanın ən müasir texnologiyalarına uyğun istilik sistemləri təklif edir. 100 min kvadradadək sahəni istiliklə təmin edən par və yağ qazanları, kombilər, boilerlər, alüminium radiatorlar, ha belə İran, Almaniya, İtaliya istehsalı olan onlarla adda aksesuar və avadanlıqlar Günəş istilik sistemlərinin təklif etdiyi xidmət şəbəkəsinin heç də tam olmayan siyahısıdır. Şirkət tez bir zamanda istənilən istilik sisteminin bir il zəmanətlə və münasib qiymətlə yüksək səviyyədə quraşdırılmasını həyata keçirir. Ünvan: Həsən Əliyev küçəsi 78. Telefonlar 65 12 07 348 17 17. Hava proqnozunun sponsoru Günəş istilik sistemləridir. Sinoptiklərimizin qabaqcadan verdikləri proqnoz özünü doğrultmuş və martın 28-də gün ərzində, 29-unda gecə və səhər Respublikanın ərazisində güclü yağıntılar davam etmiş, sulu qar və qar yağmışdır. Bir çox rayonlarda yağıntılar güclü aylıq normadan artıq olmuşdur. Belə ki, yağıntının miqdarı Lənkəranda 57 mm, Oğuzda, Qəbələdə 23 mm, düşən qar örtüyünün miqdarı isə Daşkəsəndə 62 cm, Naxçıvanda 30 cm qayda alınmışdır. Havanın minimal temperaturu dağlıq rayonlarda 9-13 dərəcə şaxta, Naxçıvan Muxtar Respublikasında 6-13 dərəcə şaxta qayda alınmışdır. Martın 29-unda Biləsuvar rayonu ərazisində güclü külək və qar yağması nəticəsində təzə məhəllələrdə ev aşması, qaçqınların məskunlaşdığı çadır şəhərciklərində isə su basmış, nəticədə
8 ədəd çadır dağılmış, qar örtüyünün hündürlüyü 25 sm təşkil etmişdir. İndi də martın 30-unda olan hava məlumatı ilə tanış olun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu Respublikamızın rayonlarında havanın əsasən yağmursuz keçəcəyini, lakin gecə bəzi şərq rayonlarında zəif qar yağacağını ehtimal ediblər. Səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək. Temperatur Naxçıvan Muxtar Respublikasında gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, Yuxarı Qarabağ, İsti Sulaçın, Daşkəsən, Gədəbəy zonasında gecə 8-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək istilik müşahidə olunur. Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Altağac, Quba, Qusar, Xaçmazda gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək istilik, Mərkəzi Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək istilik, gündüz 5-10 dərəcə, Qazax, Gəncə, Ağdam, Füzuli, Bərdə, Tərtər, Qubadlı, Zəngilanda gecə 3 dərəcə şaxtadan 2 dərəcəlik istilik, gündüz 4-9 dərəcə, Masallı, Lənkəran, Astarada gecə 1 dərəcə şaxtadan 2 dərəcəlik istilik, gündüz temperatur müsbət 5-10 dərəcə olacaq. Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam saatlarında duman olacağı ehtimal edilir. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeronda, eləcə də Bakıda gecə 0-2 dərəcə, gündüz müsbət 8-10 dərəcə olacaq. Atmosfer təzyiqi 768 mm civə sütun, havanın nisbi rütubətliliyi isə 65-75% arasında olacaq. Bu qədər. Siz Günəş istilik sistemlərinin sponsorluğu ilə istirahət gününə olan hava proqnozunu dinlədiniz. Əlaqə telefonu 65 12 07 348 17 17-dir. Yenidən görüşənədək sağ olun. Tatlıdır Gülistan, için onu her zaman. Azərbaycanda ilk dəfə əyləncəli idman, ilk qayğı dərsləri, balaca dostlarla şən oyunlar və professional atçılıq məşqləri yalnız Günay İdman Atçılıq Klubunda. Qayğıkeş valideynlər və əziz balalar, balaca ponilər yolunuzu gözləyir. Abi, pes gelin hanı? Kala, to yukarıda keçir. Burası Sarıgələn restoranının kiçik zalı. Burada hər həftənin cümə, şənbə və bazar günləri biz vaxtını xoş keçirmək istəyən, əylənən qonaqlarımızı qarşılıyoruz. Həli, proqramda bizim müğənni dostlarımız da iştirak edəcək. Ne yaxşı, bəlkə deyirəm, məndə qalın, lazım olana. Yox, hayır xala, sən keç yuxarı zaman. İstirahətinizin ən qiymətli saatlarını Sarıgəlinə etibar edin. Çok tatlıdır Gülistan, için onu her zaman. Тысячи Pictures представляет производство Лоренс Марк. В главных ролях Сьюзен Сарандон, Натали Портман. Где угодно
угодно, только не здесь.